Baku TV ölkə ərazisində fəaliyyət göstərən bəzi QHT-lər və onların rəhbərləri ilə bağlı maraqlı məlumatlar paylaşıb. Baku TV-yə QHT-lərin fəaliyyəti ilə bağlı məlumatlar ötürən mənbə bildirib ki, fiziki şəxs qismində dövlət qeydiyyatından keçən bəzi şəxslər qanunvericiliyə zidd olaraq donor kimi qeydiyyatdan keçmədən xidmət müqavilələri adı altında beynəlxalq təşkilatlarda müxtəlif məbləğlərdə qrant vəsaitlərini rəsmiləşdirməyə nail olublar. Həmin müqavilələr üzrə güya ayrı-ayrı beynəlxalq təşkilatlara xidmət göstərməsi görüntüsü yaradılıb. Bu yolla xeyli miqdarda qrant vəsaitləri əldə edilib və həmin vəsaitlə əldə edilmiş əmlaklar leqallaşdırılıb. Ümumilikdə söhbət təxminən 700 min manata yaxın vəsaitdən gedir. Araşdırmalar zamanı məlum olub ki, bu yolla Əhməd Abbas oğlu Məmmədzadə ABŞ-ın Şərq-Qərb İdarəçiliyi İnstitutu ilə 2013-2023-cü illər ərzində azı 268.632 manat, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qabil İbadoğlu Bayramov, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşməklə Azərbaycanda şəffaflıq tərəfdaşlığı mövzusunda Azərbaycan Respublikasında həyata keçirilən qrant layihəsi üzrə Transparency International təşkilatının Azərbaycan bölməsi ilə 2017-ci il ərzində ən azı 32.051 manat, Samur rayon İnstitut Qəsəbə tam orta məktəbində direktor vəzifəsini icra edən Asif Vahidoğlu Əhmədov ABŞ-ın Alman Marshall Fondu və Family Earth International Humanitar Təşkilatı ilə 2022-2024-cü illər ərzində ən azı 105.423 manat, Genderport MMC-də bölmə rəhbəri işləyən Nərgiz Ağarıza qızı Muxtarova ABŞ-ın Mercy Corps Qlobal Humanitar Təşkilatı ilə 2023-2024-cü illər ərzində ən azı 151.459 manat, Aytaç Elxan qızı Ağazadə ABŞ-ın Alman Marshall Fondu ilə 2023-2024-cü illər ərzində ən azı 85.867 manat qeydiyyatdan keçirməmiş məbləği qeyri-qanuni rəsmiləşdiriblər. Məlumata görə bununla əlaqədar olaraq bu il aprelin 9-da Asif Əhmədov, Qabil Bayramov, Əhməd Məmmədzadə, Zamin Zəkiyev, Nərgiz Muxtarova, Aytaç Ağazadə Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərinə sui-istifadə etmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Qabil Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə, Asif Əhmədov, Əhməd Məmmədzadə və Zamin Zəkiyev barəsində isə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Qeyd edək ki, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qabil İbadoğlu Bayramov iqtisadçı alim Qubad İbadoğlunun qardaşıdır.